Salam uşaqlar. Güvən sınağının keçən il keçirilmiş birinci mövzu sınağına izahına baxaq. Demək, burada 10-cu sinif də var. 10-cu sinifi mən səhifəmdə izah etmişəm. Elə ilk videolarımdan biri odur. Ona görə 10-cu sinifi izah etmirəm. 11-ci sinifi istəyirəm izah edim. Deməli, birinci testdə nə deyir? Gəlin. Demək, birinci testdə deyir ki, Kaştaritinin başçılıq etdiyi üsyanın qələbə qazanmasına təsir göstərmişdir. Bilirik ki, Kaştariti Midiya hökmdarıdır və o Aşur ağalığına son qoymaq üçün eramızdan əvvəl 673-cü ildən 672-ci ilə qədər Midiyada üsyan qaldırmışdı və həmin üsyan qələbə ilə nəticələnmişdi. İndi gəlin variantlara baxaq. Məsələn, A variantında deyir ki, Assuriya hökmdarı 2-ci Sarqonun vəfat etməsi. 2-ci Sarqon Kaştariti ilə paralel yaşamayıb. 2-ci Sarqonun yaşama dövrü İranzu ilə paralel, məsələn, Ulusoni ilə, yəni 700-cü illərdə yaşayıbdı da. Ona görə də Kaştariti ilə eyni vaxtda onu götürmürük. Nə də bu hadisə onun üsyanına təsir etmir. B variantında deyir ki, Uaş döyüşündə Assuriya qoşunlarının xeyli itki verməsi. Burada da Uaş döyüşündə bilirik ki, Azada verilibdi. Eramızdan əvvəl 716-cı ildə Azanı orada öldürürlər. Səhənd dağı yaxınlığında döyüş də deyilir ora. Yəni, bunun da Kaştariti ilə heç bir əlaqəsi yoxdur. Digər variantda deyir ki, İskit şahlığı və Midiya ilə ittifaqın yaradılması. Bəli, bu doğrudur. İskit şahlığı və daha doğrusu Manna ilə ittifaqın yaradılması Kaştaritinin başçılıq etdiyi üsyanın qələbə qazanmasına müsbət təsir göstərmişdi. Kaştaritinin hakimiyyət illəri, yəni üsyan etdiyi ili bir də yadımıza salaq, 673 eradan əvvəl və 672-ci illər nəticədə Aşur ağalığına son qoyur və C variantında verilmiş hadisə üsyanın qələbə qazanmasına təsir göstərir. D variantında deyir ki, Əhəməni hökmdarı üsyançılara yardım göstərməsi. Xeyr, bu da yanlış olacaq. Çünki Əhəməni dövləti hələ yaranmayıb. Əhəməni dövləti Midiya dövləti süqut edəndən sonra eradan əvvəl 550-ci ildə yaranacaq. Yəni, zaman baxımından uyğun gəlmir. Y variantında isə deyir ki, Babil ordusunun Assuriyanın paytaxtını işğal etməsi. Bu isə eramızdan əvvəl 605-ci ildə Assuriyanın süqutudur. Həmin vaxtda da Kaştariti yox idi. Çünki Kaştariti eramızdan əvvəl 653-cü ildə İskitlər tərəfindən öldürülür və onun ölümü İskit dövlətinin ən böyük zirvəsi sayılır. Digərinə baxaq. 32-ci testdə isə deyir ki, hərbi dairə rəisliyinə tabe olmuş əraziləri müəyyən edin. Bilirik ki, komendant idarə üsulu dövründə çarizmin Azərbaycanı işğal etdiyi bir dövrdə hərbi dairə rəisliyi və müsəlman əyalətliyi rəisliyi var idi. Hərbi dairə rəisliyi Bakı, Dərbənd və Qubada yerləşirdi. Ona görə də cavab olacaq 3 və 5. Yəni 5 Bakı, 3 isə Quba ərazisini göstərir. Burada 4 Qarabağdır, 1 Lənkərandır, 2 isə İrəvan ərazisidir. Həmin ərazilər isə Şəki, Şirvan, Qarabağ, Lənkəran və ərazilər isə müsəlman əyalətli rəisliyinə daxil idi. 33-cü testdə deyir ki, məntiqi ardıcılığı tamamlayın. Məntiqi ardıcılıq bilirik ki, yəni hadisələrin davamı deməkdir, amma daha yaxın bir hadisə götürməliyik. Yəni verilmiş ikinci hadisəyə daha yaxın bir hadisə olmalıdır. Afinada borcların ləğv edilməsi və yoxsullara torpaq verilməsi uğrunda mübarizənin başlanması, aristokratların güzəştə getməyə məcbur qalması, yəni bilirik ki, Drakon qanunlarından sonra demoslu aristokratlar arasında Afinada mübarizə başlayır və nəticədə əhali borcun ləğv edilməsi, borc daşının ləğv olunmasını tələb edir, torpaq istəyir, vəzifələrə seçilmək istəyir. Yəni, bir neçə tələblər qoyur. Aristokratlar isə Solon başda olmaqla insanlara güzəştə getməyə məcbur olurlar. Gəlin görək, dalınca nəyi götürəcəyik? Dalınca götürəcəyik D variantını. D variantında salon islahatının həyata keçirilməsi verilibdir.
Çünki burada Y variantı da məsələn yaxındır. Arktikanın bütün əhalisinin vətəndaş hüququ qazanması. O, salon islahatının nəticəsidir. Yəni ondan əvvəl baş vermiş salon islahatı ikinci hadisəyə daha yaxındır. Məntiqi ardıcıllıqdır. Yəni əhali narazılıq edir, aristokratlar güzəştə gedir və salon islahatı keçirilir. Məsələn, Afina vətəndaşlarının idarəetmə iştirakının genişlənməsi C variantındakı hadisə. Bu Periklin dövrünə düşür. 443-428-ci illər eradan əvvəl Periklin dövrüdür. Afina quldarlıq demokratiyasının inkişafı dövrüdür. Drakon qanunları isə bu hadisədən əvvəl olub. Yəni eradan əvvəl 621-ci ildə verilmiş Drakon qanunları əksinə Afinada əhalinin vəziyyətini pisləşdirir ki, və bu mübarizəyə səbəb olur. Yəni məntiqi ardıcıllıqda beni götürə bilmərik. A variantında isə deyir, xalq yığıncağında ali hakimiyyət orqanına çevrilməsi. Xalq yığıncağının ali hakimiyyət orqanına çevrilməsi bunu da götürmürük. Çünki xalq yığıncağı Afinanı eramızdan əvvəl 7-ci əsrdən artıq idarə edirdi. Eramızdan əvvəl 5-ci əsrdə isə Ağsaqqallar Şurası idarə edəcək. Bu sınağın hamısını yox, bir neçəsini izah edəcəm. Məncə daha az test izah edəndə daha yorucu olmur uşaqlar üçün. Demək, Çar hökumətinin 1821-ci ildə tətbiq olunmuş güzəştli ticarət tarifini ləğv etməsinə səbəb nə oldu? Bilirik ki, Çar hökuməti komendant idarə üsulu dövründə 3 dənə ticarətlə bağlı qərar vermişdi. Qərarın biri 1821-ci ildə 50%li güzəştli ticarət tarifi idi. Digəri 1831-ci ildə rəhtar sisteminin, demək ki, 1831-ci ildə məhsulun 3-cü ölkəyə aparılmasını qadağan edən qərar idi. 1836-cı ildə isə daxili gömrük haqqı, yəni rəhtar sisteminin ləğvi haqqında qərar vermişdi. Deməli, 1821 və 1836-cı il qərarları müsbət təsir etmişdi ticarətə. Lakin 1831-ci ildəki qərar isə, yəni 3-cü ölkəyə məhsul aparılmasın deyilən qərar isə bu ticarətə mənfi təsir etmişdi. İndi gəlin, burada soruşur ki, 21-ci ildə tətbiq edilmiş ticarət tarifini niyə ləğv etdilər? Hansı hadisəyə görə ləğv etdilər? A variantında deyir, neft yataqlarının hərrac yolu ilə xüsusi adamlara satılması. Xeyr, bu 1872-ci ildən sonra olubdu. İltizam sisteminin ləğvindən sonra. B variantı, Hacı Məhəmmədin başçılığı ilə Quba üsyanı. Quba üsyanı 1837-ci ildədir. Yəni, üsyandan sonra niyə güzəştli ticarət tarifi ləğv edilsin ki? Yəni, məntiqi cəhətdən uyğun gəlmir. Üsyan komendant idarə üsuluna, özbaşınaçılığa qarşı idi. Qubada Varşava üçün Aklı dəstək yığırdılar, əhali ondan narazı idi. İltizam sistemi çox ağır keçirilirdi, əhali ondan narazı idi. Ona görə B də olmayacaq. C variantı, Şimali Azərbaycanda daxili gömrük rəsmi rəhtarın tətbiqi. Şimali Azərbaycanda rəhtar sistemi ümumiyyətlə daha əvvəllərdən var. Məsələn, köhnə kitablarda, hətta Səfəvilər dövründə də mən səhv etmirəmsə ona rast gəlmişdim. Yəni, rəhtarın tətbiq edilməsi buna məntiqi ləğvi üçün bir əsas vermir. Ona görə C variantı da deyil. D variantı, Cənubi Qafqazda Qərbi Avropa toxuculuq məhsullarının Rusiya məhsullarını sıxışdırması. Cavab D olacaq burada. İndi hələlik Y-yə də baxaq. Satın alma nəticəsində sahibkar kəndlisinin torpaq mülkiyyətçisinə çevrilməsi. Xeyr, nəyi satın alırdı ki? Torpaq satın almırdı ki. Ona görə Y variantında heç bir aidiyyatı yoxdur. Burada cavab D olacaq. Ona görə ki, 21-ci ildə tətbiq olunmuş güzəştli ticarət tarifinə əsasən 50% gömrük verməli idi tacirlər və onlar başqa ölkələrin məhsullarını gətirirdilər Cənubi Qafqaza və bu da daha keyfiyyətli məhsulun gəlməsinə səbəb olurdu. Geniş yayılırdı. Bu da Rusiya mallarının sıxışdırılması ilə nəticələnirdi. Ona görə də onlar 1831-ci ildə Avropadan Rusiyaya gətirilmiş məhsulun 3-cü ölkəyə keçirilməsinin qadağan olması haqqında qərar verdilər ki, Rus məhsulları sıxışdırılmasın. Demək,
Bu testi də anladınız, ümidvaram ki. 36-cı testdə deyir ki, Roma Respublikasının demokratik dövlətə çevrilə bilməməsinin səbəbi. Bu test köhnə kitablara uyğundur. Amma yenə də mən sizə deyim ki, niyə Roma Respublikası demokratik dövlətə çevrilə bilməmişdi. Xalq tribununun senatın qərarlarını veto etmək hüququna sahib olması bu yaxşı bir şeydir. Əksinə bu demokratiyanın göstəricisi idi. Ona görə A-nı götürmürük. Çünki tribun bilir ki, plebeylərin hüququnu qoruyan şəxs idi. Düzdürmü? Və o da əgər senatın plebeylərlə bağlı hər hansı bir qərarına veto vermək hüququ var idisə, deməli bu demokratiya göstəricisidir. Ona görə A-nı çıxırıq. Ağsaqqallar Şurası adlanan senatın fəaliyyət göstərməsi nəyə görə ölkənin demokratik dövlətə çevrilməsinə mane olsun ki? Yəni, bu dövlət idarəçiliyinə aid olan bir hadisədir. C variantı, Roma dövlətinin qərb və şərq hissələrinə parçalanması, bunun da heç bir aidiyyatı yoxdur. Ərazi bölgüsünün əlaqəsi yoxdur. Yoxsul vətəndaşların siyasi vəzifəyə seçilməsinin qadağan olması. Xeyr, Romada yoxsul vətəndaşlar siyasi vəzifəyə seçilirdilər. Lakin onlara bunun üçün əmək haqqı verilmirdi, maaş verilmirdi. Ona görə də onların marağı yox idi siyasi vəzifəyə seçilmək üçün. Cavab Y olacaq. Hakimiyyətin bir neçə varlı patrisi və plebey ailələrinin əlində olması imkan vermirdi ki, Roma demokratik ölkə olsun. Dediyim kimi, bu cümlə köhnə kitablarda var idi, amma indi çıxarılıbdır. Yenə də məntiqlə baxmaq olur. 37-ci test. Cavanşir və Yusif İbn Əbu Saca aid olan hadisələrə aid Venn diaqramı. Demək, ərəblərə qarşı mübarizə hər ikisinə gedəcək. A 3-ə gedir. A 3-ə gedir. Əməvilərlə diplomatik münasibətin saxlanılması isə Cavanşirə gedəcək. 3-ə A, 1-ə isə B. 3-ə A, 1-ə B. Bu C variantındadır. Gəlin indi görək, 2-yə D və Y gedirmi? 2-yə D, R şəhəri Samanilərdən azad etdi. Bəli, Yusif İbn Əbu Saca gedir. Bir də Y, Şirvanşahlar dövlətinə asılı hala salması. Bəli, bu da Yusif İbn Əbu Saca gedir. Sacilər dövlətinin əsasının qoyulması isə kənarda qalacaq C variantı. Çünki Məhəmməd İbn Əbu Sac qoymuşdu dövlətin əsasını. 38-ci daha sonra baş verib, yəni gec baş verən hadisə. Səlcuqların Rəvadilər dövlətinə son qoyması 1065-ci ildədir, Alparslan dövründə. Dərbənd Əmirliyinin Şirvanşahlar dövlətindən asılı hala düşməsi 988-ci ildədir. Xəzərlərin Savalan döyüşündə qələbə qazanması 731-ci ildədir. Afşinin ərəb ordusuna komandan təyin etməsi 835-ci ildədir. Şamaxının Şirvanşahlar dövlətinin paytaxtına çevirməsi isə 918-ci ildədir. Deməli, daha gec baş vermiş hadisə olacaq A variantı. Səlcuqların Rəvadilər dövlətinə son qoyması. Hələlik bu qədər. Çox yorucu olmasın deyən hamısını izah etmirəm. Davamını izah edəcəm.